Uşaqlar, sinəmizin böyüməyini istəyirsinizsə, bu hərəkətlər var, bax. Bunlar hamısı, mən sizə deyim də, əlillər üçün nəzərdə tutulmuş hərəkətlərdəndir. Yəni, çalışmaq lazımdır. Əlil deyəndə, yəni, sənin zədən varsa, dəhşətli dərəcədə ağrın varsa, xəstəsənsə, qızdırman varsa, sən sağlamsansa, bax. Sən sağlamsansa, bax, bu sərbəst çəkini işləməlisən. Sənə deyərdim ki, gəl, çox demirəm. 8 patxod, 10 patxod, yanaşma. Jimlyojanı işlə. Sonra bir 3 dənə də üstünə razvodka işlə, 2 dənə də belə işlə, çox bəs eləsin, sinən çıx edəvə. Mən onları əlavə edim də, yəni elə belə simitika kimi çıxda. Bunu işlə gedəvə. Ay sinəmin üstü, sinəmin altı, sinəmin 7, o hələ sənlik deyil. Sən elə bir dənə opşi böyük, 18 kilo yarım sənin çəkin var. Gəlirsən orada belə-belə edirsən. Gəl bu xət çıxarır da. Oturub orada aparatda bakavoy belə-belə edirsən. Bunu nə edirsən? Gəl sənə nə olacaq ki? Valla bu dəqiqə mənim sinəmin xətti, yəni sizin o işlədiyiniz o şeylər var, o belə hərəkətlər, o kimlər ki işləyir. Yansaq yapmayın, ondan da güclü xəttidir. Şimdi orada aşağılar. Bu dəqiqə mən 11-ci patxoda girirəm. 11-dir yoxsa 12-dir. İşçi çəkidən söhbət edirəm, amma bunları saymıram. Yəni o işləyirəm, bəs edir. Bax, yenə də bunu ürəklə. Biraz söyleye. Cabra. Buradan cabra. Eğer senin rengin dəyişmirsə, rengin dəyişməyi mən nəyə deyirəm? Yəni, renk verib renk almırsansa, bax, biraz yaxın gəl. Düşürəm mən. Gələcək işte. Hə. Bax, o sinə xətti deyirsiniz, nə bilim, nə deyirsiniz. Hamısı ot-ido qaydasındadır. Əgər belə ideal bədən quruluşuna, möhkəm bədən quruluşuna, yox, sən gedib iynədərmanla yalan özünü yekəldəsən, hərəkətlərlə biraz özün üçün yüngülvarı şişəcəksənsə, təbii ki, 3-5 aydan sonra məşq eləyən, biraz az məşq eləyən kimi, işin çıxan kimi 3-5 gün, pisin yatacaq, dönəcəksən nəyə? Zubatiskaya. Nəyə? Şiyə. Bəli. Ona görə də uşaqlar, xətti zadı boş verin. Böyüyün. Maçı.